Ölkəmizdə yerli sənaye nə üçün bu qədər zəifdir? Azərbaycanda istehsalının inkişafı üçün münbit şərait olan bəzi sahələr niyə bərbad vəziyyətdədir? Çıxış yolu nədir? Mövzu ilə bağlı vergi məsələləri üzrə ekspert Radil Fəthullayev referans AZA açıqlamasında deyib ki, bildiyiniz kimi, cənab prezidentin fərmanı əsasında 7 il bundan öncə qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fiziki şəxsin gəlir vergisi 7 il müddətinə 8.000 manat məbləği qədər güzəşt edilib. Yəni, bu o deməkdir ki, qeyri-neft sektorunda çalışan işçilər 8.000 manatadək əmək haqqı aldıqları zaman onlar gəlir vergisinə cəlb edilmirdi. Əksinə olaraq sosial sığorta ödənişləri bunu əvəz etmiş oldu. Yəni, ümumilikdə sosial sığorta ödənişlərində müəssisənin payı artırıldı. Beləliklə də dövlət büdcəsinə ödənilən məbləğ ümumilikdə, yəni həm fiziki şəxslərdən tutulan, həmçinin müəssisənin ödədiyi məbləğ 30%-ə qaldırıldı. Ekspertin fikrincə burada ayın axırı diferensial ödənişlər də var. 22%, 3% və s. İndi artıq Milli Məclisdə yeni məcəllənin qəbulu ilə bağlı müzakirələr gedir. Burada ilkin müzakirələrdən də belə məlum olur ki, həmin güzəştlər olunacaqdır.